Salam, hər vaxtınız xeyir. Qəbul tipli suallardan daha birinin izahını verərik bu videomuzda. Gəlin sualımıza baxaq. Uyğunluq pozulmuşdur. Torpaqlar, iqlim tipləri və istifadəsi göstərilmişdir. Açıq şabalıdır. Yarımsəhra və quru çöl iqlim tipi, dəmiyə əkinçiliyi. Bu yanlış olacaq. Çünki açıq şabalıdı yarımsəhra və quru çöl iqlim tipində olsa da, əsasən quru çöl landşaftında olur. Lakin quru çöl landşaftında dəmiyə əkinçiliyi yox, suvarma əkinçiliyi olacaq. Ona görə bir yanlışdır. 2. Boz çəmən, yarımsəhra, quru çöl, suvarma əkinçiliyi. 2. Doğrudur. Bu doğru fikirdir. Çünki boz çəmən, yarımsəhra, quru çöl iqlim tipində, yarımsəhra landşaftında olur və yarımsəhra landşaftında da suvarma əkinçiliyi olur. 3. Qonur dağ meşə, mülayim isti iqlim, suvarma əkinçiliyi. Qonur dağ meşə landşaftının torpaqlarından biridir. Mülayim isti iqlim tipində formalaşır. Doğrudur. Lakin burada suvarma əkinçiliyi yox, dəmiyə əkinçiliyi olacaq. Çünki rütubətlidir. Yəni rütubətləmə əmsalı zaten vahiddən böyükdür. Ona görə orada suvarma əkinçiliyi olmaz. 3 də yanlışdır. 4. Boz qonur, yarımsəhra, quru çöl, qış otlaqları. Boz qonur, yarımsəhra və quru çöl iqlim tipində yarımsəhra landşaftının torpağıdır. Yarımsəhra landşaftından da qış otlaqları kimi istifadə eləmək olar. Ona görə bu da doğru fikirdir. 5. Torflu dağ çəmən, soyuq iqlim, yay otlaqları. Torflu dağ çəmən landşaftının torpağıdır. Soyuq iqlimdə olur. Bu doğrudur və yay otlaqları kimi istifadə edilir. Doğrudur. 6. Şabalıdı torpaqlar, soyuq iqlim, suvarma əkinçiliyi. Şabalıdı torpaqlar əsasən dağ çöl landşaftında formalaşır. Həm mülayim isti, həm də yarımsəhra, quru çöl iqlim tipində formalaşa bilər. Yəni soyuq iqlimdə olmaz. Ona görə bu yanlışdır. Suvarma əkinçiliyi əsasən dəmiyə əkinçiliyində istifadə edilir. Yəni ümumilikdə iqlim tipi soyuq iqlim verildiyi üçün yanlış olacaq. Burada da bizdə uyğunluq pozulmuşdur istəyir. Düzgün cavabımız olacaq 1, 3 və 6.